Salam dəyərli Cəbhə TV izləyiciləri, hər birinizi xoş gördük. Yenə də vədimizə əməl eləyib həftəlik proqnozlarla sizin qarşınızdayıq. 29 sentyabrdan 5 oktyabra qədər olan dövrdə həm ictimai-siyasi mənzərəni, həm də bürclər üzrə astroloji proqnozları sizə çatdırmaq istəyərdim. Çox qarışıq həftədir. İlk bu 2 ayın qovşağı çox qalmaqallar olacaq və nəticənin öyrənilə biləcəyi proseslər baş verəcək. Biraz izah edeyim. Yəni, hansısa bir hadisə baş verərsə, bu müəmmalı bir okeanda itib batmayacaq. Ta ki, Rusiya qəfil Ukraynaya hücum eləyir, amma bilmirik nəticə nə olacaq, yarımçıq qalır, ya geri çəkirlər, yaxud da tutaq ki, Ukrayna Moskvanı bombalayır dronlarla, bir nəticə olmur. Amma bu həftədə baş verənlər nəticəyə birbaşa təsir edəcək, nəticənin aşkar görünməsinə səbəb olacaq. Bilmirəm, anlada bildim ya yox. Yəni, artıq boşuna getməyəcək. Hər bir hərəkət, istər diplomatik sahədə, istər hərbi sahədə, üfüqlərdə onun artıq işartısı görünəcək. Bax, belə bir həftə ilə üz-üzəyik. Planetar quruluş da çox dəyişib. Zaman-zaman bu barədə sizə çalışacağım, danışım, yaxud da Cəbhə info saytındakı açıqlamalarımda, yaxud da bu kanaldakı, Cəbhə TV YouTube kanalındakı çıxışlarımda bu barədə sizlərə məlumat verməyə çalışacağım. Ayrı-ayrı zodiak işarələrinə gəlincə, bu həftə çox aktiv həftədir. Çox işlər görmək, çox planların, problemlərin öhdəsindən gəlmək, hədəfə çatmaq zəruri olacaq. Yəni, boş dayanan uduzur. Bu həftə yalnız aktivlik göstərmək lazımdır. İndi ayrı-ayrı zodiak işarələri haqqında proqnozlar dinləyəndə bunun şahidi özünüz də olacaqsınız. Beləliklə, Qoç bürcü. Yaşadığınız mühitin cansıxıcılığını aradan qaldırmaq istəyirsinizsə, vaxt tapıb əyalətlərimizə, həsrətlə sizi gözləyənlərə baş çəkin. Yalnız bu halda ehtimal olunan xoşagəlməzliklərdən uzaq düşə bilərsiniz. Müvəffəqiyyətdən baş gicəllənməsinə də varmayın. Bazar ertəsi səhhətinizi, xüsusən də daxili orqanlarınızı qoruyun. Yəni, həftənin ilk günü, ayın 29-u. Yaxınlarınızla soyuq münasibətlərə də son qoyun. Boğa bürcü. Ulduzların düzümü yalnız maliyyə məsələlərində uğurlara nail olacağınızdan xəbər verir. Bu isə çoxdan gözlədiyiniz amildir. Ayın 2-sindən sonra hansısa əməli irəliləyişləriniz gözlənilmir. Yəni, nə iş görsəniz 2-sinə qədər tamamlamağa çalışın. Ulduzlar məsləhət görür ki, istənilən məsələdə heç kimə yalan vəd verməyin. Yuxu və qida rejiminizə də riayət edin. Əkizlər bürcü. Oktyabrın ilk gününə qədər iştirakçısı olduğunuz situasiyalarda ümumi gərginlik olduğundan çalışın ki, mənfi fəsadlarla üzləşməyəsiniz. Ələlxüsus da səhhətinizlə bağlı daha ehtiyatlı olmalısınız. Sonraki günlərdə isə fəaliyyətinizdə və qarşılıqlı münasibətlərinizdə müsbət dönüş baş qaldıracaq. Xərçəng bürcü. Ötən həftədən mövcud olan daxili gərginliyiniz aradan qalxacaq. Bunun üçün ətrafınızda sizi anlaya biləcək insanların çox olması vacibdir. Göy qübbəsi həftə ərzində mübahisəyə girişməyinizin əleyhinədir. Şəxsi büdcəyə gəlincə bu ərəfədə pulsuz qalmayacaqsınız. Amma gəlirlərinizi hara gəldi xərcləməyə də tələsməyin. Şir bürcü. Kifayət qədər uğurlu ərəfədir. Hansısa problemlə üzləşəcəyinizi ağlınıza belə gətirməyin. Əksinə, ulduzlar şəxsi işlərinizdə müsbət dönüşün baş qaldıracağını xəbər verir. Ailə sevgi məsələlərində təşəbbüsü ələ alın. Daxili təlatümlərinizi dəf etmək üçün oktyabrın 2-də mütləq mübarək yerlərdən birinə baş çəkin. Qız bürcü. Hamıya qarşı şübhəli yanaşmanız sizi məhvə aparır. Odur ki, tənqidi təhqir kimi qəbul etməyə son qoyun. Əks təqdirdə bütün meydanlarda tək qalacaqsınız. Nəzərə alın ki, indi müzakirə və qarşılıqlı iradlar nəticəsində çox şey əldə etmək mümkündür. Özünüzü cılız göstərməyin. Axın düzgündürsə ona qarşı üzməyə nə lüzum? Tərəzi bürcü. Sentyabrın son 2 gününü nəzərə almasaq, ixtiyarınızda olan həftə ərzində heç bir narahatçılığınız olmayacaq. Əksinə, perspektivli sövdələşmələrdə iştirakınız
Oktyabrın başlanması ilə sürətlənəcək və şanslarınız artacaq. Sürprizlərlə dolu xoş təsadüflər də yolunuzu gözləyir. Əqrəb bürcü. Ötən həftənin passivliyi tamamilə aradan qalxacaq. Bu isə yarımçıq qalmış işlərinizin həllini sürətləndirəcək. İndi əsas diqqətinizi tərəfdaşlarınıza yönəldin. Çünki sadiq müttəfiqləriniz olmasa şanslarınız azalacaq. Həftə ərzində gəliriniz normal olsa da boş-boşuna pul xərcləməyin. Uzaq səfərə çıxmaq da əgər vacib deyilsə təxirə salın. Ox atan bürcü. Kifayət qədər belə qarışıq həftədir, qarışıq ərəfədir. Ailə problemləri, qohumlarla soyuqluq, həmçinin büdcədə kasadlıq ovqatınızı aşağı sala bilər. Lakin bu amil hələ hər şeyin sonu olduğuna dəlalət eləmir. Çünki ulduzlar oktyabrın ikisində qarşınıza şanslar çıxaracaq. Bütün bunlardan lazımınca istifadə edə bilsəniz, sonda gülənlərdən olacaqsınız. Oğlaq bürcü. Bəri başdan nəzərinizə çatdırırıq ki, bu həftə uğurlarınız yalnız fəaliyyət istiqamətində mümkündür. Yeni layihələr üzərində iş, maraqlı sövdələşmələr və maliyyət təkanları sizi məmnun edəcək. Qarşılıqlı münasibətlərdə isə bir qədər gərginlik hökm sürə bilər. Bunun qarşısını almağın yeganə yolu obyektiv baxışdır. Su tökən bürcü. İxtiyarınızda mistik bir həftə var. Çalışın ki, falçı və cadugərlərlə yox, Allaha xoş gedən əməllərlə özünüzü sınayasınız. Müqəddəs ziyarətgahlara getmək, savab işləri sayını artırmaq, ac qarınları doyurmaq bu qəbildəndir. Həm də belə eləsəz, Tanrı yanında savablarınız artacaq. Sizə inananlara da etimad göstərin. Balıqlar bürcü. Astroloji təyinatlara inansaq, əvvəlki bürclərlə müqayisədə həftə boyu zərrə qədər də narahatçılığınız olmayacaq. Demək olar ki, hər gün bir uğurunuz olacaq. İstər pul barədə, istər iş yönümündə, istərsə də qarşılıqlı münasibətlər zəminində bəxtiniz gətirəcək. Uzaq yola çıxarkən də diqqətli olun. Demək olar ki, həftənin ən uğurlu, yəni ilin bəlkə də ən uğurlu həftəsi bu indi qarşınızdadır bu ərəfədə. Deməli, var gücünüzü, son gücünüzü toplayıb hərəkətə keçməlisiniz. Məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.